Toyumuzdan 2 həftə sonra həyat yoldaşımın narkotik aludəçisi olduğunu bildim. İlk keçirdiyim hisslər qorxu, vahimə və ən axırda peşimançılıq idi. Narkotik aludəçisi məncə narkoman sözünün don qeydirilmiş formasıdır. Narkoman dedikdə ilk növbədə qatil, cani canlanırdı gözümün önündə. Ərə gedəndə artıq 23 yaşındaydım, uşaq deyildim. Tale məni seçki qarşısında qoymuşdu. Ayrılmaq ya da dözmək. Söhbət etdik. Öyrəndim ki, valideynlərinin təkidi ilə toydan 2 ay əvvəl müalicədən çıxıbmış. Yataqda kişi olmaqdan ötürü müalicə vacib imiş. Həm də gələcəkdə uşağın sağlam doğulması da bundan asılıdır. Yatmışdım, ayıldım. Mən əşya kimi lazım idim deməli. Nəsli davam etdirməkdə vasitəçi olmaq aqibəti yazılmışdı qismətimə. Söhbətimiz uzun çəkdi, səhərə qədər. Məlum oldu ki, 27 yaşına qədər 10 dəfə müalicə olunub. Hər dəfə 6 aydan hesablasaq, düz 5 il eləyir. Xəstəxanalara, reabilitasiya mərkəzlərinə 10 minlərlə pul xərcləyiblər. Etiraf etdi ki, hər dəfə müalicədən sonra narkotiksiz ən çoxu 2 ay dözüb, o da toy qabağı. Tale yüklü qərar qəbul etmək sınağı qarşısındaydım həmin gecə. Ayrılmağı düşündüm. Atamın, qardaşımın qınağı, qonşuların rişxəndi bir anlıq canlandı gözümün önündə. Onu da başa düşürdüm ki, həyatımı yenidən qurmaq mənim üçün çox çətin olacaq. Həm də yoldaşımı sevirdim. Çıxış yolunu ümid etməkdə gördüm. Həyat yoldaşıma həyatının yoldaşı olmaq qərarını verdim. Onu narkotik asıllığından ayırmağı qarşıma məqsəd qoydum. Məhz ayırmağı, çünki müalicə etmək həkimlərin səlahiyyətidir. Həm yoldaşımdan, həm də rəfiqələrimdən məlumat toplamağa başladım. Mənimlə bir sinifdə oxuyan oğlanın atası tanınmış vəkildir. Çox geniş ünsiyyət çevrəsi var. Onun məsləhətinə ehtiyac duyduq. Vəkil bir əhvalatı danışarkən, yaxşılıq etmək xatirinə yalan söyləməyin bəzən məqbul olduğunu dedi. Həmin əhvalat isə elə bil mənim vəziyyətimdən götürülmüşdü. Vəkil söylədi ki, narkomanı ağrılardan qurtarmaq çətin deyil. Onlar hətta özləri belə başqasının müdaxiləsi olmadan ağrılardan qurtula bilirlər. Əsas məsələ yenidən başlamaqdadır. 1 il, heç olmasa 6 ay narkotikdən uzaq olsa, tamamilə təlqitməyinə ümid var. Narkomanı elə bir şeylə məşğul etmək lazımdır ki, pis vərdişlər haqqında fikirləşməyə belə vaxtı olmasın. Holistik təcrübə yanaşması olmalıdır. Məqsədim məlum idi, yolum da bəlli oldu. 10 minlərlə insanın bacarmadığı bir işin öhdəsindən gələ biləcəyimi düşünmək mənə əlavə stimul verirdi. Rəfiqələrim, dostum, xüsusən də baldızım mənə dəstək oldular. Həyat yoldaşın narkoman olsa da, çoxlarından fərqli olaraq təəssüf və mərhəmət kimi hisslərdən tam məhrum olmamışdı hələ. Və biz bu faktordan istifadə etməyə çalışdıq. Holistik təcrübə yanaşması tam sürəti ilə hərəkətə başladı. İlk olaraq baldızımın rəfiqəsi olan həkimi bu işə razı salmaq lazım idi. Həkim bunu klinikada edə bilməyəcəyini söylədi. Çünki bu, peşəkarlıq etikasına hörmətsizlik kimi qiymətləndirilir. Ancaq evdə qəbul eləyirmiş kimiyə razılıq verdi. Düşündüyümüz kimi, mən bir neçə gün halsızlıqdan, gecələr nəfəs almaqda çətinlik çəkməyimlə, boğazımdakı narahatsızlıqdan şikayət etməyə başladım. Yeməyimi maksimum azaltdım. İlk reaksiya qaynanamdan gəldi. Uşağın qalxana bənzər vəzləri şüşüb dedi. İnanmışdı, hər şey düşündüyümüz kimi alınırdı. Səhəri gün baldızımla güya analiz verməyə getdik. Xoşməramlı olsa belə, yalan danışmağımız bizi həm utandırır, həm də həyəcanlandırırdı. Əsas məqam yetişdi. Baldızım qardaşına dedi ki, klinikaya ödəniş etməkdənsə, axşam həkimgilə gedək. Yoldaşım razılıq verdi. Həkim bizə dedi ki, güya mənim boğazımda bədxəssəli şiş var. Müdaxilə etmək olmaz, çox gecdir. Müalicəsi də yoxdur. Lakin bir ümid yeri var. Bəzi ağı xəstələr lazurit daşı vasitəsilə bu bəlaya qalıb gələ biliblər. Daşı isə mütləq dağ çaylarından gedib tapmaq lazımdır. Pulla alınan daşlar qüvvəsini itirmiş sayılırlar. Bir də dedi ki, tələsmək lazımdır, vaxt sizin xeyrinizə işləmir. Bilmirəm baldızım nəyə fikirləşib ağladı, mən öz taleyimi ağlayırdım. Yoldaşım evə gələnə qədər danışmadı, hiss olunurdu ki, eşitdiklərindən şokdadır. Evdə bir başqa səhnə canlandı. Qaynanam olanlarda oğlunu günahlandırırdı.
Onun məntiqinə görə Allah pis vərdişlərinə görə yoldaşımı bu cür günahlandırmışdı. Bəlkə də məndən çox oğlunun taleyinə acıyırdı, ağlayırdı. Baldızım evlərinə gedəndə qardaşına bir kəlmə dedi. Əgər kişisənsə, o daşı tapmalısan. Onu da qeyd edim ki, bizim tərəflərdə təbiətdə o daş olmur. Dağ çaylarımızda lazurit tapmaq qeyri-mümkündür. Məqsəd də elə buydu. Uzun müddətə yoldaşımı öz ətrafından uzaq saxlamaq, o aləmdən ayırmaq. Anasının sözləri yoldaşımı bərk sarsıtmışdı. Əməlli başlı inanmışdı. Günahı özündə görürdü. Bacısının kəlməsi isə son nöqtə idi. Doğma bacı qardaşının zəif damarını tutmuşdu. Afərin sözü və alqış düşürdü baldızıma. Yoldaşım gözlərimə baxıb dedi ki, sənin olmayana imkan verməyəcəm. Hər yanı alt-üst eləyib o daşı tapacağam. Bircə sən mənə inan, ruhdan düşmə. Çox təsirli idi. Onun indiyədək mənə dediyi sevgi etirafı, sədaqət andı. Təriflər hamısı bu iki cümlənin yanında pafos kimi göründü, adiləşdi. Bu bir neçə gün mənim üçün aylar, illər qədər uzanmışdı. Elə bil ki, uşaq idim, bir neçə günə böyüdüm. Bununla belə mən yoldaşımın vədlərini səmimi qəbul etdim. Dağ kəndinə gedib daş axtarmalıydı yoldaşım. Mən onunla getmək istədiyimi bildirdim. Qaynanam razılıq vermirdi, məndən nigaran idi o gözəl insan. Daha bilmirdi ki, oğlunun gələcəyi üçündür bunlar. Yoldaşım gedib gəlməyimizin 3-4 gün çəkəcəyini düşünərək anasını getməyimə razı saldı. Avtobus yerindən tərpənəndə mənim üçün sanki yeni dövr, yeni era başladı. Mən gələcək həyatımın əyər-əskikliyini düzəltməyə gedirdim. Elə bil macəra axtarışına çıxmışdım. Artıq yolda başa düşdüm ki, yoldaşımın mənə yazığı gəlir. Mənimlə daha nəvazişlə danışırdı. Nişanlı olduğumuz vaxtlar yadıma düşdü. Hərçənd ki, üstündən cəmi bir ay keçmişdi. Lakin bu bir ay bəs etmişdi ki, o dəyişsin. Mənə qarşı münasibətdə tam soymuşdu. Sən demə toyumuzdan 10 gün sonra yoldaşım yenidən narkotik qəbul edirmiş. Müalicəyə xərclənən pullar isə əbəs idi sanki. Onu gənc həyat yoldaşı deyil, öz ətrafı maraqlandırırdı. Yolsuzluq maşını dağların döşü ilə bizi kəndə aparanda yoldaşım bir əli ilə mənim əlimi tutub sıxdı. Bu hərəkət qorxma, mən sənin yanındayam demək idi. Artıq o da başa düşmüşdü ki, ucu bucağı görünməyən meşədə, dağlıq ərazidə bizə lazım olan fındıq boyda daşı axtarıb tapmaq heç də asan olmayacaq. Cəmi 8 ailənin yaşadığı kəndi əhatə edən vəhşi təbiət artıq öz qüdrətini nümayiş etdirirdi. Bununla belə ətraf çox füsunkar idi. Gəlib çatdıq ünvana. Baldızımın həyat yoldaşının bizim üçün tapdığı evin şəraiti arzulanan ən axırıncı ola bilərdi. Yenə sağ olsun. Necə deyərlər, yoxa lənət. Bələdçimiz və sürücü bizimlə sağollaşıb gedəndən sonra bir-birimizin gözlərinə baxıb dayandıq. 2-3 saniyədən sonra qucaqlaşıb gülməyə başladıq. Beləcə iki şəhər uşağının kənd həyatına start verildi. İlk olaraq təmizlik işlərinə başladıq. Yoldaşım dayanmaq bilmirdi. Mən yataq otağı ilə məşğul olana kimi o girişin döşəməsini silib süpürmüş, qab-qacağı yumuşdu. Artıq pəncərələrə keçmişdi. Onun evdarlıq işinə olan həvəsi məni təəccübləndirdi. Sonralar öyrəndim ki, yoldaşım kimi aludəçi olanlar ağramayan vaxtlarda belə olurlar. Demək olar ki, hamısı. Hətta təmiz qabları belə yenidən yuyurlar. Bu faktı, maraqlana bilərsiniz. Hətta deyərdim ki, özlərini büruzə verirlər bu hərəkətləri ilə. Şam yeməyimizin hazırlanması, odun yandırmağımız, su daşımağımız həm çətin, həm də əyləncəli idi. Gecə eyvanda oturub qaranlıq meşəni seyr etmək filmlərdəki kimi romantik idi. Səhər yeməyindən sonra daşı tapmaqdan ötürü meşəyə yollandıq. Təbiət çox gözəl idi. Hər dərədən çay axırdı. 15 dəqiqədən sonra çaya çatdıq. Razılaşdıq ki, çayın mənbəyinə doğru getsək, daşı tapmaq ehtimalı çox olar. Və biraz sonra kənd adamları ilə fərqimizi hiss etdik. Ayaqlarımız sözümüzə baxmırdı. Sanki ayaq əzəllərimiz partlamaq ərəfəsində idi. Çayın içindəki daşlara baxa-baxa, çətinliklə də olsa, üzü yuxarı irəliləyirdik. Təbiətin gözəlliyi və suyun şırıltısı bizi yuxarı qalxmağa təşviq edirdi. Bir saatdan sonra tam taqətdən düşdük. Belə işlərdən naşı olmağımızı indi başa düşdük. Çünki özümüzlə nə su, nə də ki yemək götürməmişdik. Fiziki güc sərfiyyatı və təmiz dağ havası bizi acdırmışdı. Qayıtmağa taqətimiz qalmamışdı. Evə qaydana qədər bir neçə dəfə dayanıb dincimizi aldıq. Yoldaşım çox əziyyət çəkdi. Demək olar ki, məni o çəkib aparırdı. Ona əziyyət verdiyimə görə utanırdım.
Amma yoldaşımın qayğısı mənə xoş idi. Evə çatıb tir-tap uzandıq. Bugünkü axtarışımızı lağa qoyub gülüşürdük. Sabahı günü peşəkarlar sayağı özümüzlə Azuqa götürmüşdük. Axtarışımız maraqlı idi. Çayda elə gözəl daşlar var idi ki, kisələrlə yıxsaq belə yenə göz doymazdı. Nəticə olmasa da axtarışımızdan məmnun qalırdıq. Bilmədik 4 gün necə keçdi. 5-ci gün səhər yoldaşımda ağrılar başladı. Sən demə dırnaqarası ehtiyatı 4 günlük imiş. İnsanın necə aciz olduğunu gözlərimlə gördüm. Nəinki mənim xəstəliyim, bura gəlməyimizin səbəbi, hətta mən özüm belə onun üçün mənasız oldum. Ətrafa qarşı tam laqeydlik və ancaq özü. Mobil telefonun dalğası tutmurdu. Yoldaşım üçün bu cəhənnəm demək idi. Afərin qaynanama. Oğluna bələd olan ana evdən çıxanda hər ehtimala görə mənə ağrı-kəsici həblər vermişdi. 4 gün, 4 gecə mən həyat yoldaşıma dayəlik etdim. 5-ci gün onun əhvalı üzü yaxşılığa doğru dəyişdi. Ağlı özünə gəldi. Xəcalət çəkirdi. Kişinin öz qadını qarşısında bu hala düşməsi həqiqətən utanc idi. Gözlərimə baxa bilmirdi. Təşəbbüsü öz üzərimə götürdüm. Yoldaşıma dedim ki, əgər sən məndən ötürü əziyyətə qatlaşıb bura gəlmisənsə, demək məni sevirsən. Sevgi isə qarşılıqlı olmalıdır. Biz bir-birimizə ömrümüzün axırına qədər dayaq olmalıyıq. Məqsədimiz dünyaya uşaq gətirməklə bitmir. Nədənsə yox, həyatın özündən həzz almaq lazımdır. Nəyəsə nail olmaq, hər hansı sahədə olursa olsun uğur qazanmaq, gəzib dolanmaq, ailə, övlad sahibi olmaq, çətinliklərlə üzləşib vəziyyətdən çıxmaq, hətta xəstələnib sağalmaqdan belə həzz almaq lazımdır. Nəyəsə aludəçisi olub xəyallarda həzz almaqdansa, real həyatın ləzzətini duymaq lazımdır. Acı olsa da belə, reallıq xülyalardan daha önəmlidir. Bir həftədən sonra yoldaşım tamamilə ağrılardan qurtulub, sözün əsl mənasında normal adam olmuşdu. Axtarışlarımız davam edirdi. Qaldığımız ev çaydan gətirdiyimiz daşlarla dolu idi. Əməlli başlı məşğuliyyət tapmışdıq özümüzə. Mən boyun bağı düzəltmək üçün yarayan, o isə akvarium üçün daşları yığırdıq. Hərdən lazurit ümumiyyətlə yadımıza düşmürdü. Hərçənd ki, mən ara-sıra boğazımdan şikayətlənirdim. Belə günlərdə yoldaşım qayğısını əskik etmirdi. Biz xoşbəxt idik. Beləcə 6 ay keçdi. Artıq uzun yollar qət edirdik. Səhər evdən çıxıb, axşama yaxın vaxtlarda qayıdırdıq. Bir gün baldızımın mənə gizlincə ötürdüyü, fındıq boyda olan, yaşıl rəngə çalan daşı yoldaşımın getdiyi istiqamətdə çayın içinə atdım. Yoldaşım daşı tapdı. Onun sevincini görmək lazım idi. Qucaqlaşıb qışqırırdıq. Bizi ağuşuna alan meşə də sanki bizimlə bərabər sevinirdi. O günlərdən artıq 3 il vaxt keçib. Daş hələ də boynumdan asılıb. Akvarium daşları yığmaq yoldaşımın hobbisinə çevrilib. Həm də işdən əlavə gəlir mənbəyinə. Sifarişçiləri bəs qədərdir. Hələ də məni qoruyur, qayğısını əskik etmir. Qorxur ki, mənə nəsə olar, övladımız anadan yetim qalar. Əsas məqsəd o idi ki, pis vərdişlər haqda fikirləşməyə vaxtı olmasın. Buna nail olduq.